iki mədəni təbəqə var. Mədəni təbəqənin içərisində müxtəlif dövrlərə aid keramika məmulatı, bu da burada keramika məmulatları müxtəlif dövrlərə əhatə eləyir. Yəni ilk orta əsrlərdən başlamış, daha orta əsrlərə qədər, son dövrlərə qədər keramika, çoxlu xırdaboynuzlu heyvan sümükləri, yəni hələ bu yerüstü materialdır. Çox güman ki, əgər tədqiqat aparılarsa, daha geniş biz müəyyən materiallar əldə etmək mümkündür. Maraqlıdır ki, mən həm Salih bəydən soruşdum ki, bəs bunun bu məhlul texnologiya filan, yəni bir geolog kimin. Sonradan Azərbaycanın tanınmış memarı Vilayət Kərimovla olduq, soruşdum və hər ikisi təsdiq elədilər ki, ən azından tikinti və məhlul 2000 il bundan əvvələ aiddir. 2000 il, yəni o kitabda da yazılıbdır. 2000 il bundan əvvələ aid əgər bu tikinti məhlul olubdursa, deməli yenə xristiyanlıqdan qədimə getdi. Və bu daha çox qədimliyini sübut edən amillərdən biridir. Çox təəssüf. Mən tamaşaçılardan da, bura gələn zəvvarlardan da dönə-dönə xahiş olunur ki, birdən görürsünüz, elə bir adi bir şey kimi görürsünüz, təzəcə tökülüb. Bax, o əhəddir. Bəli. Çıxıb oradan ya daşı salmaq, ya üstdən daş ötürmək. Bu bir millətin, mən Əshab-ı Kəhf Azərbaycan türkünün daş pasportudur. Əshab-ı Kəhf Azərbaycan türkünün, bu türkün sivilizasiya mərkəzinin bəlkə ilk inam yeridir. İlk inam yeridir. Çox yerlərimiz var. Yəni Azıq mağarası da var. Amma bugün Azıq mağarası və Damcılı digəri inam yeri deyil, kult deyil. Qədim yaşayış məskənidir, ata ocağıdır. Lakin Əshab-ı Kəhf qədim ata ocağı olmaqla bərabər, adı Quran-ı Kərimə keçməklə bərabər, həm də türkün qədim yaddaşını, inamlar sistemini, türkün özünü özündə qoruyub saxlayan bir daş kitabədir. Daş vardır. Bax, ona görə də çox şükürlər olsun. Əvvəllər mən yadımdadır, buralarda da çıxardıb heyvan kəsirdilər. Çox qorunmurdu. Bugün Əshab-ı Kəhf doğrudan sözün həqiqi mənasında ziyarətgah kimi qorunur. Qorunmağının da gördünüz aşağıdakı tikillər filan. Amma yəqin ki, hələ bu son deyil. Təbii də davam eləyəcək. Davam eləyəcək inşallah. Bayaq öncə qeyd elədiyimiz kimi, yəqin ki, bu bir Azərbaycan xalqının sevimli oğlu, el ağsaqqalı, milli lider Heydər Əliyevin şəxsi himayəsi və göstəriş sahəsində bu bərpa və abadlıq işləri görülür. Bərpa, abadlıq işləri aparılır. Bilirsiniz, Naxçıvanda təkcə bu ziyarətgah deyil, ümumiyyətlə Naxçıvan rəhbərliyinin, Naxçıvanın tarixi abidələrinə, memarlıq abidələrinə, ziyarətgahlarına bir xüsusi milli diqqəti var. Milli diqqət. Diqqət ayrıdır, milli diqqət ayrıdır. Yəni bugün millətin qarşısında, millətin aliminin qarşısında, millətin adi vətəndaşının qarşısında, özdə belə bir düşmənlə üzə dayanan Naxçıvanın qarşısında Naxçıvan tarixinin, Naxçıvan abidələrinin dəqiq öyrənilməsinə böyük ehtiyac var. Mən deyərdim, bəlkə yeganə abidələrimizdən biridir ki, bədnamlar burada əl qoymayıblar. Yeganə, bəli, qorxurlar. Bura gəlməyə yox. O qədər xalq arasında onlar bura girməyə də qorxublar. Yəni o müqəddəslikdən qorxublar. İnan imkanları olsaydı, onlar bundan da çəkinməzdilər. Onlar bunu da etməyə çalışırlar. Bunu qorumaq, bəlkə də dünyanın ən böyük ibadətgahlarından birinə çevirməyin vaxtıdır. Gəlirlər, 2 il bundan əvvəl biz buradaydıq. Elə oldu ki, dedilər ki, bilmirəm, ingilislərdən kimsə gəlmişdi. Tərcüməsi dedi, Hacı bəlkə biri. O özü dedi ki, hələ heç mənə izah eləməyin. Buranın ümumiyyətlə təbii, buranın bir tanrı tərəfindən yaradılması dedi mənə dəhşətə salır. Görməmişəm deyir belə yer. Biraz tarixindən bəhs eləyəndə, qədim türklərlə bağlılığından bəhs eləyəndə haqlı olaraq dedi ki, bizdə bununla bağlı informasiya olduqca azdır. Şükür Allaha indi televiziya kanallarımız, o cümlədən mən ictimai televiziyada bir tədqiqatçı olaraq öz təşəkkürümü, minnətdarımı bildirirəm. Bu barədə Naxçıvan rəhbərliyinin Ali Məclisinin ayrıca bir internetdə səhifə ayırtdırması, Əshab-ı Kəhf ilə bağlı, tarix abidə bu kedətlər buraxılıbdır. Mən elə gəlir, hələ bu işin başlanıcıdır. İnşallah, bax, belə bir müqəddəs ocağın, belə bir tarixi yerin təbliği də, öyrənilməsi də, araşdırılması da hər gün, hər an, hər dəqiqə davam etdirilir. İnşallah ziyarətimizi davam etdirəcəyik. Gördüyünüz bu mağara Niyyət mağarası adlanır. Hər bir insan 3 dəfə bu daşın arxasından girib çıxmalıdır. Düzdür, olduqca dar bir səviyyədədir.
Hərçənd ki, köç adamlar üçün biraz çətinlik törədir. Amma hər bir niyyəti olan insanlar 3 dəfə bax bu mağaranın başına fırlanmalıdır. Biz bu əməli yerinə yetiririk, cəm arzusunda olan insanlara da qismət olsun. Bax, gördüyünüz o mağara damcıxana adlandırır. Hər bir insanın niyyəti olan insanlar, orada xüsusi daşlar var, oturub o daşların üzərində otururlar. Əgər onun başına damcı düşərsə, əhd elədiyi niyyət qəbul olunur. Niyyətlər müxtəlif olur, yəqin ki,